Salam, hər vaxtınız xeyir olsun əziz 11-ci sinif şagirdləri. Bu gün sizlərlə Eylül Akademinin 11-ci siniflər üçün təşkil etdiyi buraxılış sınağının suallarına birgə şəkildə işləyirik. Sınağı keçməmişdən əvvəl sürət qrupumuz haqqında sizə məlumat verim. Sürət qrupumuz necə olacaq? Fevral ayından etibarən həftədə 3 dəfə olmaqla həm PDF-lər, həm testlər, həm mövzu sınaqlarını işləmiş olacaqsınız. Həftədə 3 dəfə, ayda 12 dərs eləyir və 12 dərs ərzində siz qrammatikanı başdan sona kimi bitirəcəksiniz. Həmçinin bununla da yanaşı mətnlərlə necə işləmək lazım olduğunu da bu sürət qrupunda öyrənə biləcəksiniz. Sizlər üçün sadəcə əlaqə nömrəsini qeyd edirəm. 050 880 71 89 nömrəsinə əlaqə saxlamağınız kifayətdir. Sürət qrupumuz haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Keçən ilki nəticələrimizi Instagram səhifəmizdən də görə bilərsiniz ki, nəticələr yüksək olubdur. Təbii ki, bu nəticənin yüksək olmasının 50% bizim üzərimizdədirsə, 50% də məhz sizin üzərinizdədir. Məsuliyyətli şəkildə yanaşarsaq, nəticəniz də yüksək şəkildə olacaq. İndi başlayaq test izahına. Başlayaq birinci sualdan. Birinci sualda qeyd olunub ki, hansı nümunələrdə həm bağlayıcı, həm də bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi işlənmişdir. Birinci cümləni yazaq. Mən belə hesab edirəm ki, buradakı ki bağlayıcıdır. Bağlayıcını tapdıq. Kinin bağlayıcı olduğunu hardan bilirik? Oradan bilirik ki, özündən sonra vergül işarəsi istifadə olunubdur. Əgər vergül varsa, bağlayıcıdır və iki cümləni bir-birinə bağlayıbdır. Və bu cümlə tabeli mürəkkəb cümlədir həmçinin. Və ki bağlayıcısı harda varsa, baş birinci, budaq ikincidir. O halda budaq birinci gələr ki, ki olan cümləyə nə zaman sualını veririksə. Əgər ki varsa və cümləyə də nə zaman sualı veririksə, o zaman budaq birinci gələcək. Bu da ağlınızda qalsın. Bu mərhələdə hamı mənimlə rastlaşır. Burada lə ifadəsi var. Bu qoşmadır. Ona görə qoşmadır ki, və ilə əvəz eləyə bilmirik. Həmçinin Lalə tərz hərəkət zərfliyi də düzəldə bilər. Nə tərzdə, amma burada nə tərzdə sualı vermir deyə zərf düzəltməyibdir. Həmçinin də feil də düzəldə bilər. Amma burada da feil düzəltməyibdir. Ona görə də bu qoşmadır. Qoşma və bağlayıcını biz burada görürük. Demək ki, bağlayıcı, bu lə isə qoşmadır və köməkçi nitq hissəsi kimi bağlayıcı ilə amonimdir. Biz biri götürmək məcburiyyətindəyik. Keçək ki, çox istərdim ki, bağlayıcı, sən də gələsən, bu da bağlayıcıdır. Niyə götürək? Ya Allah, bizə səbir və güc ver. Aha, bax, bu ikidəki ya ifadəsi nidadır, çağırış nidasıdır. Bizə səbir və güc ver. Və isə bağlayıcıdır. Demək ki, buradakı ya bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsidir və isə ilə bağlayıcının özüdür. Üçü də götürək. Mən ki, sənə bildirməmişdim. Kidən sonra vergül yoxdur, qüvvətləndiribdir. Demək ki, buradakı ki ədatdır. Sənə bildirmişdim. Mən ki, sənə bildirmişdim. Çətinliklər yaratdığı təqdirdə Əhmədi də məlumatlandır. Buradakı də iştirak bağlayıcısıdır. Dənin də bağlayıcı olduğunu görürüksə, demək ki, bağlayıcı ilə homonim, də elə bağlayıcının özüdür. Cavabımız 1, 3 və 4 olacaq. 1, 3, 4 də A variantıdır. 5-də hərçənd qeyd olunub, bağlayıcının özüdür. Lakin qeyd olunub, bu da bağlayıcının özüdür. Ona görə də 31-ci sualın cavabı A variantıdır. 32-ci suala baxaq. Hansı nümunədə fərqləndirilmiş söz zərf deyil? Bunu dim test toplusundan çoxlu-çoxlu işlədiyiniz sual modellərindən biridir və cavab E variantıdır. Çünki yana-yana ifadəsini yanmaya formasında da deyə bilirik. Bu feili bağlama yaradacaq. Ona görə də cavab E variantıdır. Ümid edirəm ki, sizə çətinlik yaratmayıbdır bu sual. 33-cü sualda isə A variantının arasında qala bilərsiniz ki, cavab A variantıdır, amma elə deyil. Niyə elə deyil deyim sizə? Çünki yadımdan çıxmır frazoloji birləşmədir bu heç. Amma nə yadımdan çıxmır? Yuxarıdakı cümlə bütövlükdə məsdər tərkibinin içərisindədir. Axı deyəcəksiniz ki, müəllim, burada əbilin ağlamağı deyə bir ifadə var. Bu, burada əslində kəsilməlidir, amma elə deyil. Çünki 42-ci ilin yazında uca bir dağın başında ifadəsi də ağlamağı sözünə birləşibdir. Birləşdiyi üçün bütövlükdə nə sualına cavab verir? Nə yadımdan çıxmır? 42-ci ilin yazında uca bir dağın başında əbilin pəmbə buludlara baxıb ağlamağı. Yəni hamısı birgə birləşmə yaratdığı üçün
A variantını götürməyəcəyik. A-da ikinci dərəcəli cümlə üzvü yoxdur. Bəs cavab nə olacaq? Cavab C variantı olacaq. Çünki onların kürəkəni idi. Kim? Cüneyd. Hansı Cüneyd? Heydərin atası. Burada Heydərin atası təyindir və cavabımız C variantıdır. Digərlərində isə cümlənin baş üzvləri öz əksini tapır. Bu xəbər, bu mübtədə. Xəbər, mübtədə, həmçində bizim kəndimiz cümlənin mübtədəsidir. Can kənarında isə cümlənin xəbəridir. Üçüncü növ təyini söz birləşmələridir. Ona görə də cavabımız C variantıdır. 34-cü sual yaddaşa əsaslanır. Çünki sual ədatlarını bilməsəniz bu sualı yaza bilməyəcəksiniz. Sual ədatları da bəs, məgər, yəni, mı, ki suallardır ki, 1, 5, 6 cavab E variantıdır. Digərlərində isə ya sual əvəzliyidir, ya da sual intonasiyası öz əksini tapıbdır. Burada niyə? Bu da sual əvəzliyidir. Axı isə qüvvətləndirici ədatdır. Keçək 5-ə. Hansı cümlədə leksik şəkilçi yoxdur? Leksik şəkilçi yeni bir söz düzəldir. Burada bacarmaqdan bacarıq ifadəsini yaradıbdır. Burada bitməkdən bitirmək ifadəsini yaradıbdır. Gərməkdən gərgin sifətini yaradıbdır. Bəzəməkdən bəzənmək feilini yaradıbdır. Cavab E variantı qalır. E-də düzəltmə sözümüz yoxdur. Bağışlayadı sözün kökü də elə bağışladır. Bağış deyə bir ifadəmiz yoxdur deyə hamısı sadədir və cavab E variantıdır. Keçək növbəti suala. İlkin qiyməti artırıldı cümləsində, bax buna xüsusi diqqət yetirək. Bunun üçün xüsusi bir səhifə açım. Bu cümləni belə təhlil edə bilərik. Başlayaq təhlil edək bu cümləni. 1. İlkin qiyməti artırdı. Nə etdi? Artırdı. Kim? İlkin nəyi? Qiyməti. Bu formada. İkinci təhlilimiz belə olsun. Artırdı. Nə edildi? Artırdı. Nəyi? Qiyməti. Hansı qiyməti? İlkin qiyməti. Kim? O. Bu da deyil. Nə etdi? Artırdı. Nə artırdı? Qiyməti. Hansı qiyməti? İlkin qiyməti. 3 cür təhlil olunma versiyası var bu cümlənin. İlkin qiyməti artırdı, yaxud da ilkin xüsusi isim olmasın, sifət kimi ola bilər. Yəni birinci qiyməti artırdı. Kim? O. Bir də ki, artırdı. Nə? Qiyməti, hansı qiyməti? İlkin qiyməti formasında ola bilər. İndi A variantından başlayaq. Deyir ki, mübtədənin olduğunu əminliklə söyləmək olar. Mübtədə var. Burada öz əksini tapıbdır həqiqətən də. Burada da var. Üçüncü sxemdə də var. Yəni qiyməti sözü də ola bilər. Amma ikinci versiyamızda bir mübtədə anlayışı yoxdur. Tamamlıq, təyin və xəbərdir. Ona görə də əminliklə deyə bilməyəcəyik. Biri biz çıxaq. Keçək 2-yə. Xəbəri feilin iki müxtəlif şəklinə düşünmək olar. Xəbəri hara çevirsək də ya indiki zaman olacaq, ya da ki, keçmiş zaman olacaq. Ona görə də sadəcə xəbər şəklidir. Belə deyil. İlkin sözü təyin kimi düşündükdə, yəni ikinci və üçüncü versiya kimi düşündükdə, ikinci sözü mübtədə kimi düşünmək olar. Bax demirək konkret mübtədədir, əminliklə demək olar. Yox, düşünmək olarmı? Bəli, üçüncü versiyada düşünmək olar. Üçüncü versiyamız da hansı idi? Nə edildi? Artırdı. Nə artırdı? Qiyməti. Hansı qiyməti? İlkin qiyməti. Bu sxemi deyir ki, bəli, burada düşünə bilərik. Həmçinin də belə də düşünə bilərdik təyin olundu. Nə edildi? Artırdı. Nə etdi? Artırdı. Nəyi? Qiyməti. Hansı qiyməti? İlkin qiyməti. Kim? O. Gözə görünməz bir üçüncü şəxsin təkid ola bilərdi. Ona görə D variantında deyir ki, feil nə etdi sualına verəndə xüsusi ismin işləndiyini əminliklə söyləmək olar fikri yanlışdır. Nə etdi? Artırdı. Kim? İlkin. Nə etdi? Artırdı. Kim? O. Yəni üçüncü şəxsin təki. Ona görə də əminliklə deyə bilmirik. Cavab onda C variantıdır. İkinci sözün təsdiq halında olarsa, yəni nəyə sualına cavab verilsə, birinci sözün feillə uzlaşma əlaqəsində olduğunu dəqiq söyləmək olar. Bunu biz birinci sxem olanda əminliklə deyə bilərik. Burada nəyə sualına cavab veribdir və tamamlıqdır və mübtədədə biz bilirik ki, mübtədə və xəbər arasında uzlaşma əlaqəsi var. Amma ikinci sxemdə yəni qiyməti artıran o olanda, bilmədiyimiz bir adam olanda, orada da yenə ismin təsdiq halındadır, amma ilk sözümüz təyindir və təyin də yanaşma əlaqəsində işlənəcək, amma xəbərlə yox, qiymət sözü ilə. Ona görə də 36 cavabımız C variantıdır.
37. Hansı cümlədə toplu ismin işləndiyini dəqiq söyləmək olmaz? Burada çox şagird bəlkə də C variantını yazacaq ki, burada meşələr toplu isim deyil, amma bizdən deyir ki, toplu ismin işləndiyini dəqiq söyləmək olmaz. D variantında isə əminliklə deyilsiniz ki, burada toplu isim yoxdur. Ona görə də D variantı deyil, cavab A variantıdır. Batareya hazır vəziyyətə gətirilmişdi. Bu həm əsgərlikdə hərbi qurumlardan biridir. Bateriyalar, taqımlar, bateriyalar. Bu odur və toplu isimdir. İçərisində müəyyən bir zabiti, əsgəri olan qurumdur. Bir də bateriya punktların sonunda olan daşlı bateriya daşından söhbət gedir. Ona görə də A variantını həm düşünə bilərik, həm də düşünə bilmərik. 38. Hansı cümlədə iki söz yazılışından fərqli tələffüz olunur? İndi yazılışından fərqli tələffüz olunan altından xətt çəkəcəm. Qonaqlar, yeməklər, hazırladı. Burada 3 dənə sözdür. Ona görə A variantı deyil. B variantında soyuq, geyinmək, 2 m ilə lazımdır sözündəki bu r tələffüz olunmayacaq. Demək ki, B variantı da deyil. C variantında sərgidəki şəkillər qonaqların diqqətinin ifadəsi cavab C variantıdır. Çəkdi sözünün nə badə çəkdi kimi düşünməyin. Çünki K-nın xeşdirik kimi tələffüz olunması üçün çox hecalı olması lazımdır. Yəni ən azı 2 hecalı söz olması lazımdır. Çək isə bir hecalı söz olduğu üçün bu versiya yanlışdır. Bu versiya isə doğru olacaq. Ona görə cavab C variantıdır. D-də neftçilərdə T hərfi düşəcək. İşlərini uğurla ifadəsi var. Sərnişinlər dayanacaqda gözləyirdilər. Bir də sərnişinlər sözündə lər də nan-nən kimi tələffüz olunur. Ona görə də cavabımız C variantıdır. Hansı cümlələrdə güman şübhə bildirən ara söz işlənmişdir? Yenə konkret biliyə əsaslanır. Sən bunu bilməlisən, yaza bilməyəcəksən. Deyərsən güman şübhə bildirir. Olmaya güman şübhədir. Yəqin ki, güman şübhədir. 1, 4, 5 C variantıdır. Deyilənə görə fikrin mənbəyi sanki elə bil güya isə güman şübhə bənzətmə bildirən modal sözdür. 40-cı sualda qeyd olunub ki, tərəflərin müxtəlif nitq hissəsi olan söz birləşməsi. A-da hər ikisi isimdir, B-də hər ikisi feildir, C-də isim, D-də sifət, E-də isə birinci tərəf feili sifət, ikinci tərəf isə sifətdir. Ona görə sayılmır və cavabımız E variantıdır. Ümid edirəm ki, izahlar sizlər üçün aydın oldu. Hansı izah sizə qaranlıqdırsa, şərh bölməsinə qeyd edin, yazılı şəkildə də izah verərik. Uğurlar hər birinizə, gələn dərs görüşmək ümidi ilə.